Salam uşaqlar. Bu videoda istəyərdim sizə göstərim ki, hesabınızda tutaq ki, biznesləri görürsüz job listingsdə. Həmin o bizneslərə necə müraciət etmək olar. Əvvəla bunu göstərim. ChatGPT-ni burada istifadə edəcəyik. Bircə dəqiqə. ChatGPT-ni istifadə edəcəyik. Bu hansısa bir biznesdir. Həmin o hesablarınızdan götürmüşəm bunu. Həmin biznesin web saytıdır. Web saytına klik etdikdən sonra bunu bəri başdan bildirim ki, sistem üzərindən hələ ki apply eləməyin. Çünki siz apply etdiyiniz müddətdə belə düşünün. Profilləriniz açılıb, employerların ilk qarşısına çıxanlardan biri olursunuz. Amma zamanla keçdikcə yeni profil açılan tələbələr daha öndə olur və siz apply etdiyinizdə sistem üzərində sizin hesabınız digər employerlar üçün bağlı olur, blokda olur və görə bilmirlər sizin hesabı. Ona görə mən sistemdən apply eləməkdənsə digər alternativ variantları tövsiyə edərdim və sistemdə yalnız birini apply edə bilərsiniz. 4 gün, 5 gün gözləməlisiniz. Digər variantda müraciət etdiyinizdə isə zamanla istədiyiniz qədər biznesə müraciət edə bilərsiniz. Bu hansısa bir biznesdir, Huntington nəsə. Crescent Club. Bu web saytına klik edirik həmən biznesin. Bunu bildirim ki, bunların web saytlarda ümumiyyətlə normalda kontakt informasiyaları olur. Çox nadirən hansısa biznes olar ki, kontaktda olmasın. Bunun web saytına daxil olduq. Kontaktını axtarırıq. Ya kontaktasa klik eləməliyik və yaxud da ki, səhifəni ən aşağıya veririk normalda. Web saytlarda ya burada olmalıdır kontaktı Instagramı və yaxud da ki ən aşağıda olur. Bunun e-mail adresi var, amma ki Instagram adresini qeyd eləməyib bu biznes. İndi nə edəcəyik biz burada? ChatGPT-yə daxil olacağıq indi. Nə yazırıq? Mən bir nümunə yazıram, amma tövsiyə edərdim ki, hər kəs eynisini eləməsin, istəyincə dəyişərdiniz. Demək, ChatGPT-yə birinci özümüz barəsində məlumat verək. Hi, I am Zaur Tofiq Zeyd. I am, tutaq ki, nə qədər? 19 years old, student at UNIC, as a third-year student. I am a participant of summer work and travel USA 2026 program. This summer I want to go to United States, and my program sponsor is InterExchange. Right now I want to apply to the job placements. I will send them email. Biz e-maildən də göndərməliyik daha doğrusu. E-maildən və eyni şeydə copy paste eləyib Facebookdan, Instagramdan da göndərmək olar. Mən prosta burada e-mail qeyd edirəm, çaşdırmamaq üçün AI. I will send them request mail for job placement. Send them request mail for job placement. Job offer by job placement. Help me to prepare email, but I don't want it to be too long and boring email. Also, do not
prepare it too short. Yəni də nida ataq buna. Okay, bizim müraciətimiz nədir? I saw, bunun adı nə idi? Baxaq. Crescent Club. I saw the business profile of Crescent Club. The position was, bir də job placementları gördüyünüzdə müxtəlif pozisiyalar olur. Ya bir pozisiyanı seçin və yaxud da ki, müxtəlif pozisiyaları deyin ki, hamısı üçün uyğunam mən. Mən məsələn Cook-u burada qeyd edəcəm. The position was, the position is Cook is offered position. As a cook, I have experience as a cook in tutaq ki Başkent restaurant. I have worked since I have worked between məsələn olsun 6 June and 10 October. My responsibilities were help to chef, prepare salads, separate ingredients and etc. Ağlımda olan bunlardır. I am also motivated, positive and responsible person. That's it. Above, I mentioned you some of my work experience. Please prepare it professional. At the below, hold space for video CV and application form. İndi görək bizə nə cavab verir. Demək cavabı hazırladı bizim üçün. Qısa konkret, nə uzundur, nə qısadır. Mətbəx barəsində də qısaca məlumatlar verib. Və sonda da deyir ki, please find application formu siz e-maildən göndərdiyinizdə və yaxud Facebookda application formu ora attach edəsiniz. Bir də video CV-nin linkini qoyasınız. Video CV barəsində nə tövsiyə eləyərdim? Ya əvvəlki sayta yüklədiyiniz videonu YouTube-a yükləyin, daha high quality-də linkini yerləşdirərdiniz. Və yaxud da ki, yeni bir video istəyirsinizsə, əgər çəkə bilərsinizsə, yeni bir videonu çəkib, onu eyni qaydada YouTube-a yükləyib, linkini attach edərdiniz. Bir də nəvada e-maillə videonu yükləməyin. Çünki daha çox scam videosu kimi görsənilir. Ümumiyyətlə, mənə bir video gəldiyində kompüterimdə, orada qeyd olunur ki, virusu ola bilər filan feşməkan. Və düşünün ki, siz bu tərz müraciət etdiyinizdə employer hardan bilsin bu work and travel tələbəsidir, yoxsansa scamlardan biridir.
Ona görə tövsiyə olunur ki, mən tövsiyə deyirəm, amma siz məcburi nəzərdə tutun ki, YouTube-a videonun nümunəsini yükləyərdiniz və application formu da eyni qaydada yükləyirsiniz. Tekstləri götürürsünüz, bir-bir hamısını. Hamısını bir-bir employerlara müraciət edirsiniz. Bu tekstdə məsələn qısa dəyişəcəyiniz nədir? Buna fikir verin. Ümumiyyətlə burada defis olduğunda, tire olduğunda ChatGPT-də bu daha uzun göstərir. Onu mümkündürsə silin. Məsələn, mən bunu copy-paste etdiyimdə daha uzun göstərəcək və hiss olunur ki, bu AI tərəfindən hazırlanılıb. Buna fikir verərsiniz. Hər müraciət etdiyiniz e-maildə hiring manager yazıb. Bu yaxşı olardı ki, biznesin adını yazardınız. Dear member of filan business, X business. Aşağıda özünüzü təqdim edirsiniz qısaca. Sonra digərində isə bəs hansı biznesin adıdırsa və yaxud pozisiyalardırsa o pozisiyaları qeyd edirsiniz. Cook ola bilər, housekeeping ola bilər. Bircə bunu dəyişirsiniz. Müddətləri update edirsiniz. Daha çox application formunuza uyğun eləsəz çox gözəl olar. Motivasiya ilə eyni cür qalır. Bu da elə eyni cür qalır. Bu da elə eyni cür qalır. Video CV, application form eyni qalır. Əsas nəyi dəyişirsiniz? Bircə başlığı dəyişirsiniz və biznesin adını və pozisiyanı update eləyərsiniz. Bir də nəzərinizə nəyi çatdırmaq istəyərdim? Bunların hamısını yerləşdirdikdən sonra subject hissəsində də yaza bilərsiniz ki, Summer Work and Travel 2026 participant və yaxud considering for job placement. Bu tərzdə bir başlıq yazın. Considering for job placement / Summer Work and Travel 2026 participant. Nəbadə. Aranızda bəzi tələbələr var ki, e-mail yazmağı bilmir. Subject hissəsinə oturub teksti yerləşdirir. Bilmirsinizsə e-mail formatını, ya qrupdakı uşaqlarla məsləhətləşə bilərsiniz və yaxud da ki, biraz search eləyin bu barədə. E-mail formatı necə yazılır? Və sonda da best regards, kind regards və yaxud sincerely və aşağısında ad soyadınızı qeyd eləməlisiniz mütləq. Bu belə. Bir də nə tövsiyə eləyərdim sizə? Ümumiyyətlə, employerlara müraciət etdiyinizdə bircə dəqiqə. Bir də employerlara müraciət etdiyinizdə yaxşı olardı ki, 5-5, 6-6 gün ərzində 5-6 employerə yazardınız. Çox eləməyin, amma 6-dan da aşağı eləməyin. Ümumi soruşsaz neçə biznesə müraciət edəsiniz? Mən tövsiyə eləyərdim ki, nə qədər bacarsınız o qədər. 100 dənə, 200 dənə, 250 dənə. Ola bilər 50-sinə yazasınız, cavab verməsin. Amma davam eləmək lazımdır. Və çox da bir şey yoxdur burada. Sadəcə bir dənə başlığı dəyişirsiniz. Facebook, e-mail, Instagram üçünə də attach eləyirsiniz, yükləyirsiniz. Və deyim, Amerikada Facebook və e-mail aktiv istifadə olunur. Bizimki kimi Instagram orada aktiv deyil, bildiyim qədərilə. Və yəqin ki, aranızda müraciət edən uşaqlar ancaq maaşı yüksək olan yerlərə müraciət edəcək. Ora e-maili, sorğulunu göndərəcək. Bəri başdan deyim ki, sizin kimi elə hamı da eyni yerə müraciət eləmək istəyir, daha yüksək maaşlıya. Odur ki, bu tərz şeylərdən biraz çəkinsəniz yaxşı olar. Yəni, belə düşünün də, sizin kimi bütün tələbələr ona görür və hamı ora yazır. Və bunun da müəyyən bir kvotası var. Odur ki, ancaq maaşı yüksək verənlərə yazmayın. Orta maaşı nə qədərdir? Əsas evi təmin eləsin. Maaşı da ki, $14 falan orta maaşdır. İlk il olan tələbələr üçün də ən əsası lazımdır ki, vizanı almaqdır. Yuxarı maaş verənlərə çox da üstünlük vermək tövsiyə deyil. Belə, əsas bildirəcəyim bu qədər idi. Yeni bir nəsə update falan olduğunda elə qrupda sizinlə paylaşılacaq. Bunu istəyirsiniz bir nümunə eləyim, dəyişim, e-mailə yerləşdirim. Belə, bununla da yekunlaşdıraq. Burada nə edəcəyik? Teksti götürürəm. Atıram bura. Bura, məsələn, mən AEK yazıram. AEK.az. Da ki, AEK-ə müraciət edəcəm. Subject-də nə yazıram? Considering for job placement. Apply da ola bilər, considering da ola bilər, nə tərz istəyirsinizsə. Work and... Yox, elə belə yazaq.
Dear hiring manager of AEK tutaq ki. Hope you are doing well. My name is Artafik Zeyd. Blah 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 blah. I came across Crescent Club. I came across tutaq nə yazırıq? International Exchange Center for mesela reception position. Bunu qeyd edirəm ki, yəni tamamilə fərqli bir pozisiya falandır. Nümunəsini görəsiniz və öyrəşəsiniz. Bunlar şablon deyini qalır. Previously working as a reception at Haralson. Dream Away Academy from June. Mesela where I assisted the manager, corporate seller, checking emails, answering phone calls, and supported daily office operations. Bunlar da elə eyni qalır. Özünüzü tərifləyirsiniz. I am motivated as please find my video CV and the application form below. Bura video CV-ni qoyursunuz və məsələn də linki attach eləyirsiniz. Linki bura attach eləyirsiniz. Aşağısına buna klik eləyirsiniz. Application formu yüklüyorsunuz. Bu qədər. İndi burada bunu belə qeyd eləyib application formu yazmasız da olar. Sonda da thank you for your time and consideration. I look forward for opportunity to work with you. Yekunlaşdırırsınız. Göndərirsiniz və eyni qaydada da digər bizneslərə. Facebook'dan da bildirdiyim kimi eyni şeyi copy paste eləyəsiniz, atasınız ora. Orada indi job subject hissə yoxdur. Bir dənə fərqi budur. Və birbaşa application formu da ora yükləməli olursunuz, əlavə edirsiniz. Burada fayl kimindir yüklüyürük, e-mailin aşağısında göstərilir. Amma Facebook'da səhv eləmirəmsə elə mesaj hissəsində əlavə edilir, göndərilir. Bu qədər uşaqlar.